Kim hansı maşının qiyməti ilə maraqlanırsa, bazarla maraqlanırsa, təbii olaraq digər videolarımda yazırsınız və sizlərlə canlı ünsiyyət qurmağa çalışıram və orada da vurğuluyursunuz hansı avtomobillərlə maraqlandığınızı və təbii olaraq bu hissələri nəzərə alaraq mən hər bazar, müxtəlif avtomobil bazarlarındakı vəziyyəti sizə çəkib göstərməyə çalışıram. İndi bir qədər sonra düşəcəm bazarın daxilinə, bazardakı vəziyyəti, real vəziyyəti sizə göstərməyə çalışacağım. Avtomobillərin, hər bir avtomobillərin qiymətləri ilə ayrı-ayrıqda maraqlanmağa çalışacağım. Videomu axıra qədər izləyin və ümidvaram ki, bu video sizlər üçün, xüsusilə də avtomobil həvəskarları üçün olduqca maraqlı olacaq. Axıra qədər izləməyi, şərh yazmağı və bizi takip etməyi unutmayın. Və bir də videomun axırında maraqlı bir layihəm var, onunla da bağlı anonsum olacaq. Hələlik mən getdim bazara, gedək görək bazarda nə baş verir, qiymətlər, alqı-satqı nə yerdədir. Buradan durub baxanda görürəm ki, insanlar da çoxdur, avtomobillər də çoxdur. Deməli, bazarda həqiqətən də nəsə canlanma var. Yer gəlmişən deyim ki, 2026-cı ilin artıq ikinci avtomobil bazarıdır. Bundan əvvəlki birinci avtomobil bazarında vəziyyət konkret olaraq gərgin idi. Alqı-satqı demək olar ki, yox idi. Sanki kəşfiyyat xarakterli bazar idisə, bugün digər bazardan fərqli mən vəziyyəti buradan müşahidə edə bilirəm. Alqı-satqı hardasa bəlkə də var, çünki insanlar daha çoxdur. Avtomobillər də ümumiyyətlə bazara çox gətirilib. Düşək daxilə, görək nə baş verir. Getdik. Başlayırıq bazarın mərkəzi küçələrindən birindən. Sağda solda avtomobillər dayanıb. Müxtəlif markalar, daha çox Hyundai, Kia avtomobilləri biz görürük. Ciddi külək var və küləklə paralel həm də şaxta müşahidə olunur. Alqı-satqı hələ ki yoxdur, sönükdür bazar. İnsanlar çox olsa da avtomobilə baxan çox az real alıcını biz elə gəzə-gəzə müşahidə edirik. İndi qiymətlərlə maraqlanacağım. Məndən istədiyiniz xüsusi olaraq bir neçə avtomobil var ki, onların qiymətləri ilə həm də bazarın vəziyyəti ilə, real vəziyyəti ilə maraqlanmağa çalışacağım. Ona görə də bir tur atıram bazarın mərkəzi küçəsinin birindən və digər hissəyə keçəcəm. Hyundai Accent ya Koreya bazarıdır, ya da ki elə Koreya bazarıdır. Baxaq görək, ili səhv eləmirəmcə 2012-2013-dür. İndi maraqlanacağım sahibi ilə, görək neçədə xüsusiyyətləri nədir? 2017-ci ildir, Koreyadan gəlib. 19.500 deyir. Sahibi avtomobillə bağlı qiymətləri. İnşallah ki, razılaşma olur. Sahibi avtomobillə bağlı vəziyyəti deyir. Yəni, biz detal maşın 126 min probel ilə gəlib, dəqiqədə 140 min özümüz sürmüşük. Avtomobillə maraqlanırlar, aksentlə. Əlimiz əslində bərəkətlidir. Hansı avtomobilə toxunuruqsa, avtomobilin artıq ətrafına toplaşır. Qarşımızda Kia K5 var. İndi avtomobilin sahibi içərisindədir. Avtomobillə bağlı detallı məlumatları çatdıracaq. Buyurun qardaş. 1.6 motordur. 2022-dir. 81 min kilometr yürüyüşü var. Tam full versiya deyil. Orta bir komplektasiyadır. Maşın sürmək üçün nəzərdə tutulan hər şey var. Sadəcə lüku yoxdur. Qiyməti də çox sərfəlidir. Amerika bazarı üçün yığılıbdır. Çox komfort maşındır. Avtomobilin bir balaca burnunda xırda zədəsi var. Çox gözəl. Yəni yüngül bezkraska çıxartmaq olar. Bilirsiniz, çox xırda bir zədədir. Komfortu var. Onu bezkraska əldə eləmək olar. Avtomobilin qiyməti də qutaran yeri 29 min manat. Vəziyyəti ilə bağlı. Amerika bazarı üçündür də. Xırda bir yüngül zədə var, o da bezkraska çıxarılası bir şeydir. Avtomobilin real yürüyüşü nə qədər dediniz? 81 min kilometr. 81 min mil. Yo, kilometr. 50 min mil. Hə, 50 min mil. 29 min deyirəm, amma bazarda 33-34 mindən əksiyə qiymət yoxdur. 29 minə yürüyüşü də çox azdır. Avtomobil Amerikadan hansı qəza ilə gəlib? Bir kapot, bir krılodur. Yaxın tutun, problem deyil. Bir kapot, bir krılodur. Dəyişibdir detallar, yoxsa yox? Yox, heç bir detalı dəyişməyib. Üzərində düzəlib də, hardasa. Bəli. Avtoholdu var, uzaqdan xodlaması var. Amma tam ki, oturacaqların sağ-sol idarə etməsi yoxdur. Bu da lük yoxdur. Bu da o deməkdir ki, avtomobil orta full komplektasiyadır. Yəni tam sadə komplektasiya da deyil də. Yəni belə deyək. Yox, tam sadə deyil, tam full da deyil avtomobil, amma ümumi səliqəli avtomobildir. Real müştəriyə neçə verəcəksə avtomobil? 28 yarıma. Qarşımızda bir Toyota Prius 30 Kuza var. Amerika təbii ki, bazar üçündür. Və 30 Kuza'nın kosmetikaya, babat kosmetikaya ehtiyacı var. Avtomobil sağdan, soldan, öndən, arxadan bir çox zədələri var və almaq istəyənlər də təbii olaraq
bu vəziyyəti yəqin ki, nəzərə alıb avtomobili ala bilər. 2010-cu ildir. Avtomobil 350 min mildə yürüşü var. Avtomobilin real qiyməti qardaş deyir ki, 13.500-ə son fikrimdir verərəm. 2010-cu il avtomobil həqiqətən də sağlı, sollu, arxalı, böyürlü, kosmetikaya ehtiyacı var. Bizdə Mercedes ML var, servisli. Qardaş avtomobillə bağlı məlumatları versin. Faktiki olaraq yürüşü nə qədərdir qardaş? Faktiki olaraq 235 min yürüşü var. 235 min kilometr yürüşü. Mühərriki nədir? Mühərriki 6.3 AMG-dir. 6.3. Bəli. Avtomobil indiki vəziyyətdə yürüşün dediniz, qəzası başına hansı bir hadisə gəlibmi yoxsa yox? Heç bir qəza olmayıb, tam ideal vəziyyətdədir. İdeal vəziyyətdədir. Tam olaraq son, yekun fikriniz avtomobillə nə olacaq? Müştəri düşsə razılaşarıq işte. Bir qiymət deyək də, yəni ki, razılaşma yerini orada qoyaq, əslində real qiyməti neçədir avtomobilin? Dəyərindən aşağı satıram, 26 min. Dəyərindən aşağı qoymuşam satışa, 26 min, 56 min almışam. Aydın, manatla da, yəni bu söhbət manatla gedir. Polo full komplektasiyadır yoxsa yox? Polo full limit. Aydındır, avtomobili mən göstərməyə çalışıram. Qardaş deyir, avtomobilin nömrəsi düşməsin və mən avtomobili maksimum dərəcədə kənarla göstərəcəm. Baxırsınız, Mercedes ML 6.3 mühərrik motor. Qardaş deyir, servisli, Amerikadan gəlməyib, yəni vəziyyətini görürsünüz. Fikir versinsə, avtomobil açarsız daxil olmadı. Baxın, avtomobilin salonunu görürsünüz. Start, stop və böyük monitor, avtomobil koja salonunda sağlı, sollu oturacaqların idarə olunması, istidilməsi, səhv eləmirəm, soyudulması da var avtomobillər. Tam full versiyada avtomobil. Mappa dəri ilə izlənib zavod tərəfdən. Bəli, müşahidə edirsiniz vəziyyəti. Ən son real qiymət nə dediniz, qardaş? 26 dedim, razılaşma. 26 min manat. Bəli, 6.3 sözün əsl mənasında öz sözünü deyir. Belə. Bəli. Qarşımızda bir Hyundai Elantra var. Amerika bazarı üçün nəzərdə tutulub. Limited kənarda mən onu müşahidə edirəm. Bəli, limiteddir. Avtomobil 1.8 Dodge mühərriklə təmin olunubdur. 18 ya da 17 düymlük disklərdir, yəni zavod diskləridir. Baxanlar var, almaq istəyənlər var. Çünki qiyməti vəziyyətinə görə qiyməti əslində münasibdir. Ona görə də başına toplaşıb alacaqlar. Avtomobilin hazırda qiyməti qardaş deyir ki 17.200 manata deyirəm. Yəni belə başa düşdüm ki, deyirsə 17.200-dən də aşağı ala bilərsiniz. Yəni, bəli, Polo full komplektasiyadır, limiteddir. Klimat kontroldan tutmuş böyük monitor, dizi monitor dəyişib, zavod istehsalı monitor deyil, cruise kontrol. Yəni, avtomobildə oturacaqların idarə olunması və lüft falan hər şey avtomobildə var. Yürüşü nə qədərdir, qardaş? 130 mil. 130 min mil yürüşü də var. Elantra Limited Amerika bazarı üçün 17.200-ə qardaş deyərəm, alıcılar var, maraqlanırlar bazarda həmin avtomobillə. Qarşımızda Chevrolet Cruze var. Hatchback deyək də, yəni ki, bir balaca sedandan fərqlidir bu maşın. Avtomobil 15.500 manat qardaş deyir ki, deyirəm. Və faktiki olaraq 1.4 benzin, 1.4 benzindir. Avtomobilin ümumi vəziyyəti yaxşıdır. 15.500-ə qardaş deyərəm. Burada bir Mercedes E-Class var. Başqa sözlə ütüburun Mercedes. Yəni hər kəs bunu belə tanıyır bu maşını. Başına yığışıb alıcıları avtomobili yerində yoxlayırlar. Aşağı, yuxarı, sağa, sola, irəli, geri sürərək avtomobilin yəqin ki əyləc sistemini yoxlayır qardaşlar və yaxud mühərrik paduşkalarını, yastıqlarını başqa sözlə desək, yəni ki öz dilimizdə desək, avtomobilin alıcısı başının üstündə və faktiki olaraq yoxlayırlar. İndi detallı məlumat verəcəm avtomobillə bağlı. Deməli, avtomobili 3.5 benzindir və real yürüşü nə qədərdir qardaş? Yürüşü, kilometrajı 400 min kilometr var, yürüş var. Ən son fikriniz dediniz nədir? 15 minə qardaş deyir, bu maşını verərəm. Avtomobilin 400 min yürüşü var. İli nə qədər idi, neçənci idi? 2006-cı il, 3.5 benzin. 2006-cı il 3.5 benzin 400 mində gedib. Başqa sözlə yarım milyona yaxın avtomobilin yürüşü var və avtomobilin də qiymətini 15 min. 15 minə verərsiniz, 15.500-dür mü? 15 min. Ən son fikri qardaş deyir ki 15 min.
Deməli, dəyərli izləyicilər, tez-tez soruşursunuz ki, bizə Toyota Prius 30 Kuza çəkin. Qarşımızda qırmızı rəng və biraz tünd qırmızı deyək rəngdə Toyota Prius 30 Kuza var. Qardaş, indi avtomobilin sahibi məlumat verəcək. Avtomobil neçənci ildir buradan başlayaq? Avtomobil 2012-ci ildə abi. 2012-ci ildir. Taksidə sürülübmü? Əsas sual budur. Xeyr. Öz maşınınızdır. Şəxsi maşınında qardaş deyir, taksidə idarə olunmayıb və Amerikadan gələndə nə zədi ilə gəlib, onu soruşmaq istəyirəm. Arxa bumper bir dənə zədələnmişdi, o kraskalanıb. Arxa bamperin zədəsi ilə qardaş deyir gəlib, onu da mən aradan qaldırmışam, Azərbaycanı deyir. Real yürüyüş nə qədərdir qardaş? 229 mil. 229 min mil yürüyüşü var. Ən son fikriniz nədir? Ən son 17 abi. 17 minə qardaş deyir verərəm. İli nə idiniz? 2012. 2012-ci ildir. 17 minə qardaş deyir ki, ən son fikrimdir. Avtomobil səliqəlidir. Baxanda da görmək olur. İçərisinə baxın. Şəxsi istifadəsi üçün aldığı Toyota Prius 30 Kuzadır. Yəni qardaş deyir ki, heç bir formada mən bunu taksiyə istifadə eləməmişəm. Detalları özünündür. Heç bir detal dəyişməyib. Avtomobildə rəng deyən yerləri varmı? Rəng deyən yerləri var avtomobilin. Arxa bumper. Bir dənə arxa qalan yerləri bespraskadır. O bufer təbii ki, bumper detal sayılmadığına görə avtomobil indiki vəziyyətdə, yəni kənardan rəng dəyməyib. Zavod rəngi avtomobilin üzərindədir. Bəli, Toyota Prius 30 Kuza. Birini soruşmuşdum və bu da digəri. Belə, aşağı yuxarı bu avtomobilin bazar qiyməti vəziyyətinə görə demək olar ki, eynidir. 2012, 13, 14, 15, 16, 17 il qalxdıqca qiyməti də və vəziyyətinə görə qiymət də dəyişir təbii olaraq. Toyota Prius 30 Kuza. Bəli. 2008-ci ildə hansı? 2009-da özü 2008. Bəli, 2010-cu ilə qədər olan gövdə olaraq görünüş budur. Hyundai Sonata, kantlı Sonata deyək də buna. 2 motordur yoxsa 2.4-dür mü? 2 motordur qardaş. 2 motordur, 2.4-ləri bir balaca qəlizlik var. Ustaların dediyinə görə nasos problemi olur 2.4-lərdə, amma 2 motorlar bu avtomobillərin ən ideal mühərrikidir və bu avtomobilləri 2 mühərriklə olanlar özünü əməli bazarda təsdiq edir. Faktiki olaraq da bazarda populyarlığını qoruyub saxlayır. Avtomobilin real vəziyyəti nədir və qiyməti? Avtomobil 2 motordur. 2008-ci ildir. Bez detaldır, dəyişəni heç nəyi yoxdur maşının. Lükü də var bu arada. Bəli, bəli, hər bir şey işləkdir. Vuruqsuz, udarsız maşındır. 16 yarıma deyirik. 16 yarıma deyirsiniz. Çünki şitində çat var. Bəli, var, xırda çatı var. Çünki bu avtomobillərin şitlərində çat olmalı, xəstəlikdir. Bəli. Hər avtomobilin xəstəliyi olduğu kimi Hyundai Sonatalarda da fərqi yoxdur. Kantlı olsun, kantsız olsun, şitləri çatlayır. Yəni ki, günəşə qarşı təbii ki, həmin şitin ya materialı nə desə dözüm gətirə bilmir. Yürüyüşü nə qədərdir qardaş dedin? 262 min. 262 min orijinal yürüyüşü var. İkinci maşın kimi sürülür. Ən son fikrin? Razılaşmaq olar. Real alıcı gəlsə razılaşmaq Bir qiymət deyək ki, razılaşmağa da yer qalsın orada. 16 yarıma demişik. 16 yarıma deyək də qardaş, real alıcı gəlsə yəqin ki, orada 200-300 manatda inəcək. Avtomobilin qəzası olubmu, buruğu, heç bir şey olmuyor. Heç bir şey yoxdur. Öz detallarıdır, heç nəyə də dəyişməyib avtomobil. İşinləri yaxşıdır, normal vəziyyətdə də alan adam həm də özü üçün əl gəzdirib sürə bilər. Açarsız daxil olmağı var avtomobili. Kosmetikaya qəti ehtiyacı yoxdur. Həqiqətən də mən onu da özümdə görürəm, kənardan müşahidə edirəm. Burası yağışa görə dünən yuduzdurmuşdu. Avtomobil səliqəli maşındır. Yağışa görə avtomobili yudurdu və əslində yağış, təbii ki, gecə yağış yağmışdı. Avtomobil biraz çirklidir, o da anlaşılandı. Bez problem maşın. Alan adam da təbii olaraq yudurduq, səliqə səhmanına daha yaxından baxa bilər. Əlavə nömrəsi də 2008 F10 BMW F10. Avtomobilin mühərriki nədir qardaş? 2 motor, benzindir. 2 motor, benzin. Bəli. Turbodur yoxsa sadə motordur? Turbo. Avtomobilin ili nədir və kilometrajı yürüyüşü nə qədərdir? 81 min mil, 131 min kilometr. Amerika bazarı üçün Amerikadır, bəli. Ponlu full komplektasiyadır. 4 knopkadır, ponlu full komplektasiyadır. 81 min mil yürüyüşü var. 2 çəkəndir. Aha, 2 çəkəndir və avtomobil Amerikadan Azərbaycana gələndə hansı qəza ilə gəlib? Qabaq sağ krelin vuruğu ilə. Qabaq sağ qanat dəyişibdir yoxsa yox? Dəyişib. Dəyişibdir. Başqa heç bir detalında zədə olmayıb. Deməli, avtomobil Amerikadan gələndə eşitdiyiniz və bildiyiniz, mən dedim bunu artıq, qabaq sağ tərəf, yəni sağ qanat, bax bu krilo deyək də, hər kəs krilo deyir, yəni öz dilimizdə desə sağ qanat dəyişibdir və əslində rəngləmə pis rənglənməyib. Fikir versiniz, detalda heç bir seçilmə yoxdur rəngdə. Bir balaca bu ön farda nəmişlik var. Yəqin ki, germetik cəhətdən far, yəni söküləndə, lampa söküləndə onu yerinə normal şəkildə bərpa eləməyiblər. Avtomobil yaxşı vəziyyətdədir. F10 və faktiki olaraq bazarda duruşu, mühərrikin də 2 turbo mühərrikdir. Qardaş, qiyməti nə olacaq ən son fikriniz? 34.500 manat. Hə?
34500 manat. 34500 manat. Real bazardakı qiyməti 34500 manat. 2 dizel. 2 dizel 651 motor, mühərrik, Mercedes mühərriki deyək. Avtomobilin qəzası olubmu? Qəzası olmayıb. Başdan ayağa bəs kraskalı bezdir. Yəni ki, bez detalda heç bir rəng kənardan dəyməyibdir. Avtomobilin ili nədir? 2014. 2014-dür. Real qiyməti nədir? Real qiyməti 20800. 20800 manat yoxsa dollar? Manat. Axır yeri. Ən axır yeri 20800. Dediniz mühərriki nədir? 2 dizel 650. 2 dizel. Nəcə bu qədər ucuzdur bu avtomobil? Bazarım yoxdur yoxsa avtomobilin özü əladır? Yəni həqiqətən də dəyərli izləyicilər, Infiniti Q50 çox qəşəng ideal görünüşü var bu avtomobilin. Yəni genişliyi, yəni ki, avtomobil kənardan rəng dəyməyib, qəzası olmayıb və qiyməti həqiqətən yaxşıdır. Mən şəxsən Hyundai Elantra 2015-14-də gedib o qiyməti verməkdənsə, 20.000-i verməkdənsə, məsəl üçün mənim şəxsi fikrimdir, bu avtomobili almaq təbii ki, daha yaxşıdır və Hyundai Elantra kimi səsli küylü maşındansa Infiniti Q50 danışırıq sizə qardaşlar. Yəni qiyməti 20.800-dür. Qardaş bəlkə də orada 3-400 manatda real alıcıya endirim eləyər, amma həqiqətən də avtomobil bu qiymətə, yəni müftədir də deyərəm. Gəlin aparın da, çox yaxşı maşındır. Təkərləri, ondan sonra disk təkər əla, təkərləri əla vəziyyətdədir. 19-luq disklərdir. Avtomobil polnu full komplektasiyada açarsız daxil olmaqdan tutmuş panoramik dama qədər avtomobildə hər şey var. Versiz salonunu mən göstərəcəm, qardaş düşməmək şərti ilə biraz geri oturasın. Narahat olmayın, oturum avtomobildə sadəcə salonu göstərəcəm. Versizə böyük monitor, avtomobildə hər şey var, dəri salondur. Oturacaqların idarə olunması, qızdırılması, soydulması, baxın, açarsız daxil olma, panoramik dam, yəni avtomobil 20800-də çox qiymətlidir. Yəni, həqiqətən də Kia Hyundai o qiyməti verməkdənsə mən şəxsən gələr bu maşını alardım yəni. Deməli, dəyərli izləyicilər, qarşımızda 2015-ci ilin Mercedes E-klası var. Çox səliqəli və ideal vəziyyətdə avtomobil. Pollu full komplektasiyadır. Panoramik damından tutmuş, yan güzgülərin qatlanması, sirenaların qızdırılması, idarə olunması, soydulması və s. avtomobildə yəni yoxdur. Avtomobilin bugünkü vəziyyətdə bazar qiyməti nədirsə, qardaş həmin bazar qiyməti ilə bağlı məlumat versin. Bəli, bazar qiyməti hal-hazırda 32 var, 31 var, 30 var. Məndə bazar qiyməti 31-dir. 2015 təmiz bir kadır, orijinal probekdir, yürüş çəkilməyib, 206 mindir. Lüku var, start-stopu var, 4 dənə sizeni qızdırıcı var, rulda qızdırıcı var. Maşın 2 ildir gəlib Koreyada, ilk sahibi də mən olmuşam. 2-2 dizel dediniz? Bəli, 2-2 dizel. 2-2 dizeldə avtomobildə baxın, açarsız daxil olma, keyless go. 2 dənə açarı da var, oturacaqların, yəni idarə olunması, memri paket. Avtomobilin salonu çox ideal vəziyyətdədir. Sükan idarə olunması, çox fikir versiniz. Hər şey var avtomobildə, dəri salon, səliqəlidir avtomobil, dam, lük öz yerindədir, panoramik dam. Yer gəlmişdən baxın, arxa qapıların açılması çox səliqəlidir. Yəni içərisinin dərisi, bir cırılma, didilmə, hər hansı bir səliqəsizlik yoxdur avtomobildə. Ən son fikriniz bu avtomobildə nə olacaq qardaş dediniz? Ən son real qiymət. Deyirəm, indi real müştəri olsa danışmaq da mümkündür. 31 mindir manatla. Real müştəridə olanda qardaş deyir ki, orada mən güzəşt eləyəcəm. Qarşımızda K5 var. Başqa sözlə desək, Kia Optima var. 2000-ci ildir qardaş? 2000-ci ildir? 2019-cu ildir. Real yürüyüşü nə qədərdir? Kilometrajından danışırıq. 199 min mildir, yoxsa kilometrdir? Kilometr. Avtomobilin real qiyməti nə olacaq qardaş? Real qiymət. 8900. Və mühərriki nə dediniz? 1.6 turbo. 1.6 turbo. Avtomobil açarsız daxil olma, panoramik dam, versiz. Hələ. Açarsız daxil olma, avtomobil polnu full komplektasiyadır. Yer gəlmişkən göstərirəm, oturacaqların sağlı sollu idarə olunması, böyük monitor, start stop. Avtomobil yaxşı vəziyyətdədir. Mən arxa oturacaqları da sizə göstərəcəm. Baxın, arxa salon. Bəli. Avtomobil səliqəli avtomobildir. Yəni ki, kənardan da görsənir avtomobilin necə səliqəli olduğu. Kia Optima, başqa sözlə K5. Baxın, qardaşlar avtomobilə baxırlar. Avtomobil bazarda həqiqətən də səliqəli avtomobilin və qiymətinə görə yaxşı avtomobilin alıcısı var. Və alıcısı başının üstündədir yaxşı avtomobilin. Baxın, necə maraqlanırlar, fikir versiniz.
Yəni ki, qiyməti ola bilər 1000 manat, 1500 manat, lap 2000 manat baha olsun, amma yaxşı maşın olsun. Qəzasız maşın olsun və əsasən də pollu full komplektasiyalar bir çox alıcılar üçün maraqlıdır. Ona görə də fikir versiniz, qardaş avtomobili almağa çalışır. Baxın. Biraz razılaşın çəkimdə qardaş, xahiş edirəm, razılaşın. Nədirsə aramızda 5 manat, 3 manat. Qardaş həqiqətən də real alıcıda almaq istəyir. Yəni ki, fikir versinizsə, o ki, atırışdırıb gedənlərdən deyil. Nədirsə real qiymətə verin getsin. Valla qardaş, real bir qiymət demişik də biz. Siz neçə demişsiniz? Neçə verirsiniz? Qardaş 28500 deyir. Mən də 28500 demədim ya, aşağı da elədim biraz onun üçün. Hələ aşağı deyil. Nə qədər? Neçə 100 manat keçdiniz? Elə ki, aramızda 2 qalıb. İndi bölmək istəyir, bölə bilmirik. 200 manat qalıb da aramızda. Yox, 1500 manat endirim 2000 qalıb. Ona 1500 manat endirim elədim. Qardaş neçə manat vermək istəyir ümumiyyətlə? Neçə min vermək istəyir? 25 min. 25 min. Nə deyirsiniz? Sizcə 25 min az deyil mi avtomobili? Yox, mən demədim, ailə bütün naxat 25 ver. Dedim ki, razılaşaq. Razılaşasınız. Gəl razılaşaq. Var 26 Ağsaqqal yerinə uzunluğu da aydın fikir versin. Öz maşınınızı yer gəlmişən qardaş. Qardaşlar alıb satan deyirlər, öz avtomobilləridir və yaxşı qiymət deyirlər. 1500 manat endirim elədim. 1500 manat endirim eləyiblər 27 min manata, qardaş da 25 min verir. Baxaq görək. Xırdapara detallardakı sürtüklərə, cızıqlara biraz ilişib qardaş. Əslində ikinci el avtomobil alırsansa o boş şeydir, yəni avtomobildə. Sıfır maşın alsan, haradasa bir dənə nöqtə görsən ona ilişib qala bilərsən, amma ikinci el avtomobil alırsan, sən əsas odur ki, qəzası olmasın, dəyişən detalı olmasın, yəni ciddi bir vuruğu udarı olmasın. Yəni qalan o xırdapara cızıqlar, balaca batıqlar, o boş şeylərdir. Onu da həll eləmək olur, yəni bircə ölmə çarə yoxdur. Qarşımızda BYD var, bazarın, yəni xüsusilə də taksi bazarının şahı. Avtomobillə bağlı qardaş detallı məlumatlar versin. Buyur qardaş. Destroyer 05 23 min. 2025 oktyabr ayında gəlir. Ki versinsə 23 mindir. artıq Çin avtomobilləri də avtomobil bazarına ayaq açıb, ikinci el avtomobil bazarına. Qardaş nə qədər sürmüsən maşını? 5000 gedib. 5000 gedib. Neçə almışdın və neçəyə satmaq istəyirsən? 23 minə satıram. 23 minə satırsınız. Yəni 23 minə biraz yuxarı almışdınız, yoxsa elə aşağı yuxarı yeni qiyməti? 22800 üstümə gəlib. 22800 almışdınız. Sıfır almışdınız. 5000 gedib 23 minə satırsınız. Bəli, qardaş 23 minə satır. Avtomobili 22 minə alıb 0 kilometr vəziyyətdə alıb. İndi 5000 sürübdür və 5000 sürəndən sonra da qardaş avtomobili 23 minə satmaq niyyətindədir. Deməli, dəyərli izləyicilər, qarşımızda Ford Fusion hibrid var. 2 mühərrikdən gedir söhbət. Adətən bu avtomobillərin 1.5-ləri daha çox yayılıb bazarda. Hibridlər də ki, həqiqətən də bu avtomobillər üçün çox ideal seçimdir. Avtomobil 2019-cu ildir. Amerika bazarından bura gələndə hansı qəzası ilə gəlib, nə ilə gəlib qardaş danışsın? Heç səylə. Heç bir Vinqolu təmiz gəlib. Qardaş da ki, Vini təmizdir, avtomobil qəzasız olubdur. Neçə ayda Azərbaycandadır? 15-16 ay olar. 15-16 aydır. Keçən il sentyabrda. Amma mən belə baxıram kənardan, avtomobil limited deyil, yəni full komplektasiya deyil, orta, bəlkə də sadə deyil. Beyl. Orta. Orta komplektasiyadır. Bəli. Qardaş, yürüyüşü nə qədərdir, bu avtomobili neçə verəcəksiniz? 240 mindir, leasingdən verirəm. 240 mindir də. Kilometr. Minlə biraz azdır. 240 min kilometrdir. Bunlarda yer istifadə. Bildim. Leasingi qoyduq bir kənara. Yəni ki, praktiki olaraq real müştəriyə və nəqd pula. Nəqd pula 28, amma köməkli eləyərəm. 28 min. Minə, bəli. Leasinglə neçə gəlib çıxır? Leasinglə gəlib çıxdığı qiymət 31 mindir. 31 mindir. Mənim İlkin ödəniş nə qədər olacaq və aylıq nə qədər olacaq? İlk ödəniş 12,5 sonudur. Aylıqdakı 25 ay 755 manatdan. Bəli, avtomobillə bağlı məlumatları verdi qardaş. Qardaş deyir ki, Amerikadan Azərbaycana gələndə heç bir qəzası vuruğu olmayıb. 2 hibrid, Ford Fusion 2 hibrid, sadə komplektasiyadır, orta full komplektasiya deyək, tam sadə deyil. Avtomobil həm leasinglə satır qardaş, həm də naqd satır. Naqd 28 min dedi, leasinglə də qardaş deyir ki, haradasa aşağı yuxarı 31 minə gəlir. Salonu da göstərim sizə. Salonu görürsünüz. Böyük monitordur, start-stopdur və avtomobildə oturacaqların idarə olunmasıdır.
Tonlu full komplektisi ilə fərqi ondan ibarətdir ki, lük yoxdur bunda və bir də oturacaqlar dəri salon deyil. Başqa da hər şeyi tonlu fullda olduğu kimidir. Belə Ford Fusion 2 hibrid öz alıcısını gözləyir. Dəyərli izləyicilər, deməli qarşımızda daha bir Çin istehsalı plug-in hibrid avtomobili var. Changan A05. Avtomobil nə yatıb, nə yuxu görüb, nə qədər sürmüsünüz? 21 min. 21 min sürmüsünüz. Sıfırdan sizdə olubdu. Bəli, sıfırdan bizdə olub. Avtomobili niyə satmaq fikrinə gəldiniz? 21 min biraz bir çox izləyicilər var. Necə? Ehtiyacdandır, yəni ehtiyaclarına görə. Amma avtomobil sizi narahat eləmədi. Yəni ki, 21 minə ərzində bir narahatlıq olmadı. Yox. Yəni aldığınıza peşman deyilsiniz də belə çıxış. Çünki Çin avtomobilləri bir çoxları üçün, bəziləri üçün daha doğrusu, niyə pul verim ki Çin avtomobilinə? Siz nə fikirləşirsiniz? Pul verməyə dəyər yoxsa yox? Dəyər, əlbəttə ki, dəyər. Həm ekonomdur, gözəl maşındır, komfortdur. Dəyərli izləyicilər, avtomobilin interyeri ilə bağlı, ümumiyyətlə funksiyaları ilə bağlı detallı məlumatlar vermək istəmirəm. Çünki bu avtomobillər artıq 1-2 il Azərbaycana gələndən artıq hər kəs avtomobilin xüsusiyyətlərini bəlkə də məndən daha yaxşı bilir. Komplektasiyasından tutmuş, interyerindən tutmuş, nəyi var, nəyi yox, damı panoramdır, nə bilim 360 dərəcə kameradır və s. Bu detalları, bu xüsusiyyətləri hər kəs çox yaxşı bilir. Bu avtomobil hər kəsə çünki çox danışdı. Çünki çox danışılır bu avtomobil Azərbaycana gələndən. Qardaşdan sadəcə maraqlandığım o idi ki, niyə satmaq istəyirsən? Çünki avtomobil, bəlkə də bəziləri deyir ki, mən Çin avtomobilə pul verməzdim, vermərəm, amma ona görə soruşdum qardaşdan ki, niyə satırsan? Qardaş da deyir ki, ehtiyacım var, amma avtomobillə bağlı heç bir narazılığım olmayıb. İndi qardaş, real qiymət soruşmaq istəyirəm səndən, neçə verəcəksən? Real qiymət 30 ay qalıb 742 manatdan. Kreditlə almışsınız da? Bəli, liziklə almışam. 13 min əvvəlinə istəyirəm, 30 ayda qalıb 742 manatdan. Gəlib neçəyə çıxacaq ki onda? Real pul qalıbindən belə 17 min, 30 min. 30 minə qədər gəlib çıxacaq. Bəli, 30 minə qədər gəlib. 21 mindəki yürüyüşü var. Belə, bazardadır, ümumiyyət avtomobildə qəza, vuruq və s. olub yoxsa yox? 5 klaskadır. 5 klaskadır avtomobil, heç bir problem yoxdur qardaş deyir. Oldu, Allah xeyirli müştəri yetsin. A05 Çin avtomobilləri bazarda da artıq ikinci el avtomobil bazarına ayaq açıb və mən artıq ikinci A05-i çəkib sizə göstərirəm. Burada artıq hər kəsin məndən tez-tez çək, nə olar? Serato çək, 2008, 2010, 11-ə qədər Serato çəkməyi istəyirlər məndən. Tapmışam, bir dənəsi də var burada Serato. Baxaq görək, hara bazarı üçündür? Amerikadımı, Koreyadımı, yoxsa servisimi? İndi avtomobilin rəngi Bardovudur. Avtomobillə bağlı xahiş elə məlumatlar verərdinizsə, izləyicilərin əksəriyyəti Serato istəyir. Mən bazarda tapa bilmirəm Serato çəkməyə. Çünki avtomobil o qədər gözümlü avtomobildir ki, alan satmaq istəmir. Qardaş, ili nədir və hara bazarı üçün? İli 2009-dur, Koreya bazarı üçündür, o qədər polnu fuldur. Yəni istəməyən bir şey, hər bir şey işlək vəziyyətdədir, saz vəziyyətdədir. Tutmuş, hər şey var. Hər bir şey, yəni alan adam belə çıxmasın, hərənin öz ustası, öz tanışı vardır. Yəni, ola belə mənim sözümə kimsə inanmaya bilər. Aparsın, yoxlatır. Aparıb özü yoxlatdıra, istədiyi, ürəyi istədiyə də yoxlatdıra bilər. Nə qədər gedibdir maşın? 27 min. 27 min kilometr. Bəli. Biraz mənim ölçəli gəldi. 27 min kilometr gedib avtomobil. 27 min olmalı. Mil sayfəsi. 270. 270 min. Qardaş deyir ki, 270 min gedib avtomobil. Koreya bazarı üçün. 1.6-dır yoxsa 2-dir? 1.6 Dodge motor. 1.6 Dodge motordur. Yəni orada daşlayan motordur. Avtomobilin qəzası, dəyişən detalı və s. Dəyişən bir dənə bu Krılov isə başqa heç sağ qanat dəyişibdir. Bir dənə bu dəyişib. Burada görürsünüz. Buradan da xanım gəlib sürtüb, onu deyəsə onu özüm dəşməmişəm. Çünki kiməsə desin, bunu buna görə düzəltmişəm, mənə inanmır deyə. Başqa bir detallar yoxdur. Faktör olaraq neçə verəcəksiniz? Ən son fikriniz? Ən son qiymət 13.5, 13.4 real alıcı. Real alıcı 13.500, bəlkə də 13.200-ə 300-ə. Hal-hazırda bazarda var. Yəni versiz açarsız daxil olmadan tutulmuş avtomobildə, yəni ki, iki vəziyyətdə avtomobildə yəni səliqəlidir, şitində çat yoxdur, hər şey qaydasındadır, multiroldur, sükandır, avtomobil oturacaqları üzlənibdir və səliqəli avtomobil dəri salonu açarsız daxil olmaqdan tutulmuş avtomobildən hər şey var. Belə, rəngi əladır, yəni çox qəşəng rəngi var. Arxa park radarına qədər hər şey var avtomobildə. Hər şeydə işlək vəziyyətdədir qardaş deyil. Real alıcı da olsa 13.300-ə qardaş deyil verərəm. 13.300-ə bəlkə verməzdi, mən deyirəm verəm. 2009-cu il. Qiymət qardaş 14 minə deyirik. Yəni Sonata. Bəli, dəyərli izləyicilər, qarşımızda Hyundai Sonata var. Amerika bazarı üçün 2015-ci il Pollu full komplektasiyada farlarından artıq deyir ki, mən limit etəm.
Avtomobil panoramik damdan tutmuş. Bütün o Ponful komplektdə sizdə nə varsa, bunda da o var. 2015-ci ildir, 2 turbo benzindir. 2 turbo benzindir. Avtomobilin qiyməti neçə olacaq qardaş ən son? 21.000. Qardaş deyir ki, 21.000 ən son fikrimdir. Ondan aşağı vermərəm. Burada da yeri gəlmişkən daha bir Sonata var. Bu hibriddir, səhv eləmirəmsə. Arxa stoplardan artıq görünür ki, hibrid olduğu. Sadəcə sahibi yoxdur burada. Olsaydı soruşardım. Görürsünüzsə. Bəli, bu hibriddir. Ponful komplektasiya deyiliriz, orta komplektasiyadır. Hibriddir bu Sonatalar. Belə də, yəni hibridlər bir balaca bahadır 26, 25-26-ya, digərləri 21-22-yə almaq olar. 2015-lərdən söhbət gedir. Deməli, dəyərli izləyicilər, bazarı gəzdikcə bazarda tək-tük vaz avtomobillər qarşıma çıxır. Onlardan biri də, baxın, qara rəngdə bir dənə Niva var. Nömrəsi də 040-dır, 040. Yaxınlaşaq görək bu Nivanı qardaş neçə satır, nəcə bazardadır. Maraqlı gəldi mənə, çünki vaz avtomobillər demək olar ki, bu adamlar avtomobil bazarında yoxdur. Deməli, qardaş deyir ki, 2024-cü ildir bu Niva, qiyməti də 20.000-dir. Belə. Çəkəcəm. Bəli. 2024-cü ildir qardaş deyir. 2024-cü il. 20.000-də qiyməti var. Qarşımızda Infiniti FX35 var. 2011-ci il. Avtomobili qaldırıblar taxtanın üstünə. Avtomobil yaxşı səliqəli vəziyyətdədir və müştəri gəl məni apar deyir. Baxın, taxtaların üzərində. Mənim də ən çox bəyəndiyim avtomobillərdən olub. Açarsız daxil olma. Avtomobil yəni çox səliqəli vəziyyətdədir. Salonunu görürsünüz. Avtomobil həqiqətən də salonu çox ideal avtomobilin salonu var. Saat ənənəvi FX35-lərin saatı, sükan idarə olunması, hər şey var avtomobildə. Oturacaqların idarə olunması. Avtomobildə həqiqətən də yoxdur. Baxın, tam panoramadır. Ən belə bəyəndiyim avtomobil olub. Baxın, Infiniti FX35. Avtomobilin ili nədir qardaş? 11 dedik bunu. Mühərriki nədir? Mühərriki. 3.5 benzin. Nə qədər gedib avtomobil? 110.000 orijinal probek. 110.000 yürüşü var, 110.000 kilometr yürüşü var. Sıfırdan qardaş deyir bizdə olub və servisdir. Bəli. Servisdir. Qardaş, ən son fikriniz manatan neçə verərsiniz? 26.000-ə. 26.000 manata qardaş deyir ki, ən son fikrimdir. Avtomobilin real vəziyyətdə belə bir problemləri varmı? Belə deyək də, heç nə yoxdur. Xroniki xəstəliyi və s. heç bir şey yoxdur. Avtomobilin şinləri əla vəziyyətdədir. Səliqəsinə həqiqətən də qardaşlar söz ola bilməz. 3.5-i real vəziyyətdə 3.5-in 3.5 olduğunu sizə göstərmək. Qaz ver! Ölçəm qaz ver! Bəli. Deməli, qarşımızda Chevrolet Cruze var. Əslində Chevrolet Cruze 2014-15-ci ilə qədər aşağı-yuxarı yeni qiymətdir. 15, 16, 14, bax bu qiymətlərə 14-ində falan satılır. Opel Astra H-dır. 10.000, 11.000, 12.000-ə bu avtomobillərin də qiyməti dəyişir. Hyundai, daha doğrusu Kia Cerato, Forte də deyə bilərik də. Bunu Amerika bazarı üçün nəzərdə tutulan avtomobildir. Qiyməti ilə maraqlanacağım. Qardaş, salam elə ki, qiyməti nədir? Qiyməti nədir? 21.500. Forte, başqa sözlə Cerato, Amerika bazarı üçün. Nə qədər gedib? Mil, 166.000 mil. Mühərrik nədir? 1.2. 2 motor sadə. Bəli, 2 motor, 2 mühərrik sadədir. 2 mühərrik sadə, Amerika bazarı üçün. Kia Forte, başqa sözlə Cerato. 21.500-ə qardaş verərəm. 2 sadə mühərrik. 2000 neçənci ildir? 17. 2017-ci ildə avtomobilin həyata gəldiyi gündür. Belə sərgəli maşındır. Sadə komplektasiyadır. Qiyməti də dedim sizə 21.500. Deməli, dəyərli izləyicilər, qarşımızda Koreya bazarı üçün nəzərdə tutulan Hyundai Santa Fe var. 2 dizeldir. Avtomobilin
Qiymətini indi soruşacağım, görək neçə deyir qiymətini və mühərrikin dedim 2 dizeldir. Koreya bazarı üçündür və nə qədər gedib onu da soruşacağım qardaşdan və ilini də soruşacağım. Görək ili və qiymətin nədir avtomobili? İli 2016-cı ildir, 2 dizeldir. Bəxt dedim sizə. Yürüyüşü nə qədər gedibdir qardaş? Neçə min kilometr gedib? 151 min yürüyüşü var. Ən son fikriniz nədir avtomobilə? Polnu full komplektasiya yeri gəlmişkən, avtomobilin bir dənə lüku yoxdur. Koreyalılarda lük çox avtomobillərdə olmur, polnu full olsa belə. Baxın, oturacaqların idarə olunması, istidilməsi və s. Avtomobilin real qiyməti nədir, neçə verəcəksiniz? Ən son fikriniz? 31.600. Baxın, Keyresko, açarsız daxil olma var avtomobildə. Sərgəli avtomobildir, yaxşı avtomobildir. 31.600 manata deyir, qardaş verərəm. Bəlkə də real müştəri olsa, bir balaca endirim eləyər qardaş. Hələ ki müştəri yoxdur yanında. İnşallah müştərisi olar. Deməli, dəyərli izləyicilər, qarşımızda Hyundai Elantra var. Amerika bazarı üçün nəzərdə tutulan yaxşı rəngi var, yəni fərqli rəngi var deyərdim. Bu avtomobillərin daha çox makroasfaltlarda ağ və qarasına gedib üstünlük verirlər, amma avtomobil bazarda fərqli rəngi ilə seçilir. Avtomobilin ili nədir qardaş? 2016 yoxsa? 2018-dir, 2017 bura texpasport. 2018-ci ildir və nə qədər gedib avtomobil? 106 min mil. 106 min mil. Bu da hardasa 190, 180, 190 min arası yürüyüşü var. Avtomobilin mühərriki nə idi? 1.6 turbo. 1.6 turbodur. Sadə mühərrik deyil, 1.6 turbodur və baxın, panoramik damdır. Keyresko, açarsız daxil olma var avtomobildə. Salon böyük monitordur, start-stopdur. Oturacaqların idarə olunması və buradakı fikir verirsiniz. Bu onu deyir ki, bu avtomobil tam polnu full komplektasiya deyil, orta komplektasiyadır deyək. Çünki limited olanda, bayaq dediyim kimi, müxtəlif funksiyalar olur ki, o avtomobil olur. Bu sport versiyasıdır. Yeri gəlmişkən onu da mən vurğuluyum. Avtomobil ən son fikriniz neçə olacaq? Nömrə qarışıq 24.500. 24.500. Nömrə də görürsünüz də, yəni ki, demirəm, axırı 3 dənəsi 666-da, önünü demirəm. Maraqlı nömrəsi var, önü də cütdür, axırı da elə bil ki, eyni rəqəmdir. Nömrə qarışıq qardaş deyir ki, 24.000 neçəyə? 24.500-ə verərəm. Real təbii ki, alıcı olsa. Avtomobilin duruşuna baxın sizlərlə, çox əla duruşu var, rəngi də ki, möhtəşəm rəngi var. Avtomobilin nömrəsini göstərməyəcəm. Verəm. Yaxşı, qəşəng əla rəngi var. Sportdur, Hyundai Elantra Amerika bazarı üçün. Amerikadan gələndə nə qəzası ilə gəlib, onu da deyin. Sağ qanat dəyişib bir dənə. Vəssalam. Rəngi də seçilir belə. Bəli, sağ qanat dəyişib. Rəngi də hardasa seçilir. Amma o qədər də mənim kimi belə deyək də, rəngdən anlayışı olmayan tuta bilməz. Amma bir balaca baxanda görürsən ki, zərlərində ililik, xırdalıq məsələsi var. Qardaş deməsə mən onu tuta bilməzdim. Yenə də ki, alan adam öz ürəyincə avtomobilə bir balaca kosmetik əl gəzdirə bilər. Amma avtomobil səliqəli vəziyyətdir. Disk təkər əladır, yerindədir. Belə. Allah xeyirli müştəri getsin qardaş. Deməli qarşımızda Chevrolet Cruze var. Çox maraqlı formada yığılıb bu avtomobil. Həm mühərrik örtüyü, kapot deyək və ön bamperə qədər, avtomobildə farlara qədər əməlli başlı kənardan deyir ki, mən tuning yığılmışam. Yəni avtomobil yarış avtomobillərini xatırladır. Avtomobillə bağlı xahiş edən məlumat verərdiniz. 2000 neçənci ildir? 2013. 2013-cü ildir. Avtomobil nə qədər gedib? 213 min. 213 min kilometr. Orijinal yürüyüşü var. 213 min orijinal yürüyüşü var. Avtomobil polnu full komplektasiya deyil, sadə komplektasiyadır. Açar var, monitor yoxdur. Xırda bir monitor var. Amma avtomobilə kənar, vizual görünüş olaraq avtomobilə çox belə babat xərc çəkiblər. Avtomobili vida mindiriblər də, belə deyək. Avtomobilə yer gəlmişkən nə qədər xərc çəkmişsiniz qardaş? Manat olaraq bu görünüşü əldə etmək üçün nə qədər pul vermişsiniz avtomobilə? 12 min manat. Sadəcə görünüş üçün 12 min manat. Və neçə verəcəksiniz avtomobilə? Fikir versiniz? 16.500 son qiymət. Krılların, yəni ki, qanatların sağa çıxmağı, sola çıxmağı, yəni gövdədən ayrılmağı, təkərlərin ayrılmağı və aşağı qanatlar və avtomobilin ümumi gövdəsi, ön bamper, farlar və avtomobilin mühərrik örtüyü əməlli başlı avtomobilə xərc çəkiblər. Neçə dediz verəcəksiniz? 16.500.
16.500-ə verəcəksiniz. Maraqlı bir sual ortaya çıxır ki, 12.000-də xərc çəkmişsiniz avtomobilə. Niyə belə bəs ucuz verirsiniz ki? Nə idi sizi bu fikrə gətirən ki, mən bu avtomobili bu günə qoyum, belə deyim də, bir tunik yığım, sonra da ucuz verim. Öz həvəsimə görə. Həvəsinizi də öldürdünüz? Bəli. Bir ildir də məndədir, bəli. Heç bir problemi yoxdur. Motor, korobka, xadavoy ideal vəziyyətdə, qızdırmağına da tam qarantiya verilir. Yəni, elə bir söhbət ola bilməz. Qardaş deyir ki, öz şəxsi həvəsim üçün avtomobil tuning görünüşünə gətirmişəm və bunun üçün də özüm sürəcəkdim deyə avtomobilə cibimdən pul xərcləmişəm. Bunun satışına heç bir dəxli yoxdur, aidiyyəti yoxdur. Ona görə də avtomobili indiki vəziyyətdə heç o çəkdiyim 12.000 xərci qoyuram bir kənara deyir. 16.000-ə 16.500 manat deyir satıram, amma razılaşar harca bir 200-300 manat. Qardaş deyir ki, orada ayaq yeri qoymuşam ki, alan adama haradasa endirim eləyəcəm. Belə. Dəyərli izləyicilər, qarşımızda Hyundai Elantra var. 2018-ci il üçün istehsalıdır. 2018-ci il istehsalıdır Amerika bazarı üçün. 24.500-ə qardaş deyir verərəm. 82.000 mil yürüyüşü var. Hyundai Elantra 2018. Xüsusilə də bu gövdə bir çoxlarının bəyəndiyi formadadır. Bundan sonraki Elantralar artıq məlumdur hər kəsə. Bu elə bil ki, belə deyək də 2016-ların, 17-lərin o biraz bundan qabaq çəkdiyim o göyrəkdə Elantradan sonra çıxanlardır. Sadə komplektasiyadır. Tam da full deyil. Bir dənə böyük monitoru var, vəssalam. Açarsız daxil olması yoxdur, lükü yoxdur, start-stop deyil. Arxa kamera var, vəssalam. Elə. Deməli, dəyərli izləyicilər, bazarda Mercedes E-Class var, 94-cü illərin Yeşka deyək də. Bəlkə də çoxlarımız artıq bu avtomobilləri heç hərəkətdə görmür, yəni şəhərdə heç hərəkət elədiyini görmür. Mən şəxsən sonuncu dəfə Yeşka gördüyümü xatırlamıram, amma avtomobil bazarında var və yaxşı vəziyyətdədir. Disk təkər qoyublar avtomobilə, avtomobilin o dövrlərin full komplektasiyası deyək də. Fikir verirsiniz, farların yuyulmasına qədər funksiyaları var. İşləkdirmi? Bəli, hər bir şey işlək vəziyyətdədir. Maşında nə varsa işlək vəziyyətdədir. Valçoqa yığılmadı maşın. Y500-də yığılıb. Maşının qiyməti və nələr olunub, hansı xərclər çəkilib, nələr yığılıb maşın, onları bir deyin zəhmət olmasa. Maşın Valçoqa yığılıb, 124 Kuzadır, salon yığılıb, tek pasportda qeyd olunub, bütün sənədlər qaydasındadır. Salon gördüyünüz kimi 2 stenka memory paketdir, stenka qızdırıcısı, hər bir funksiyası işləkdir. Motor 104 motordur, su motordur. 104 motordur. Avtomobilin real qiymətini alacaq qardaş, arxan oturacaq. İnşallah real danışarıq. 13.700-ə deyirəm qardaş. 13.700-ə deyirsiniz. Nə qədər gedib avtomobil? Bu avtomobillərin nə qədər gedib sualını əslində vermək biraz məzəli çıxa bilər, amma bəzi izləyicilərimiz... Qazan, səs boğucu sistemdir. Bəzi izləyicilərimiz üçün maraqlıdır ki, yürüyüş nə qədərdir? 200 səs gücləndirici və s. var avtomobildə. Bəli, basapqasız da hər bir şey var. Kırlalar gördüyünüz kimi yığılmadı. Sonradan qanatlar gövdədən ayrılır. Yəni bu da avtomobilə xüsusi bir dizayn verir. Hansı ki, baxın, tuningi xatırladacaq bir görünüş verməyə çalışıblar avtomobilə. Bu da artıq həmin qanatların kənara çıxdığını, yəni disk təkərin üzərində görürük. Avtomobilin ən son qiyməti nə olacaq? Son qiymət 13.000 qardaş. 13.000. Bəli. 94-cü il. Bəli, qardaş. Yeşka. Yəni 94-cü ilin Mercedes E-Class-ı. Avtomobilə qardaş sıfırdan sizdə olub yoxsa sonradan almışsınız? Nə vaxt almışsınız? Yox qardaş, 8 ildir maşın məndədir. 8 ildir qardaşdır maşın məndədir. Bu vəsə gətirməkdən özümü gətirmişəm bu hala. Yəni yığılmazsız adı hamısı. Qardaş deyir ki, həvəskarıyam deyən avtomobilə belə bir görünüş 18 distekərdir üstündəki. Müştəri yetirsin. Deməli, dəyərli izləyicilər, qarşımızda Koreya bazarı üçün nəzərdə tutulan 2015-ci ilin Hyundai Elantrası var. 1.6 mühərrikdədir. Avtomobil 86.000 yürüyüşü var. Qarşıdan soruşacaq görək avtomobilin qiyməti neçədir və özü deyir ki, avtomobilə kənardan rəng dəyməyib. Zavod rəngi və zavod detalları üzərindədir. Bu avtomobillərin Koreya bazarı üçün nəzərdə tutulanları da var. Təbii ki, Amerika üçün də var, servislər də var. Orta full komplektasiyadır deyək, tam full deyil. Qiymətini soruşacağım indi. Bəli, avtomobilin qiymətini soruşdum. Avtomobilin qiyməti, qardaş deyir ki, 21.000 manat. Belə, 21.000 manat.
Deməli, dəyərli izləyicilər, soruşursunuz tez-tez ki, bizə Kia Rio çəkin, xüsusilə də bu gövdədə olanı istəyirsiniz. Deməli, 2014-cü ildir, servisdir, 1.4 Dodge mühərrikdir. Avtomobil 16.500-ə, qardaş deyir ki, 16.500-ə satıram. Koreya bazarı üçün nəzərdə tutulan deyil, servis üçündür. Mən servis olduğunu kənardan hardasa təxmin eləmişdim, amma soruşanda qardaş təsdiqlədi. Avtomobil bazardadır, yaxşı vəziyyətdədir. Kosmetikaya kənardan baxanda ehtiyacı yoxdur, amma tam sadə deyək də, tam sadə versiyadır. Avtomobildə heç bir funksiya belə deyək də, yəni şən qızdırmaqdır, nə bilim, nə bu şeylər yoxdur. Monitor qoyub qardaş sonradan. Tam parça salondur. Belə 16 yarıma deyir satıcı. 16 yarıma deyir qardaş. 1.4 benzin. 1.4 benzin. Daini bir tərtib etdiyi maşından, çünki maşına baxanlar var. Biz gələndən sonra təbii ki, yenə maşına baxanlar gəlir. 222 min yürüyüşü var. 222 min yürüyüşü var. 16.500 manata. 16.500 manata. Kia Rio 1.4 benzin. Dəyərli izləyicilər, tez-tez soruşursunuz ki, mənə Hyundai Sonata sırf bu gövdə çəkin. Çəkməyə çalışıram, bazarda gördükcə çəkəcəm. Qarşımda Amerika bazarı üçün nəzərdə tutulan Hyundai Sonata var. 2013-cü ildir də, 13-cü il yoxsa 14? 13 Vindi 2012. O 13 Vindi qardaş deyir, açarsız daxil olma. Avtomobil, yəni ki, polnu full komplektasiyadır. Böyük monitor olub, amma çıxarıb Android monitor qoyublar. Start stopdur, görürsünüz, oturacaqların idarə olunması və s. Oturacaqların isidilməsi, soyudulması. Panoramik damdır, avtomobil yaxşı vəziyyətdədir. Qardaş deyir ki, kənardan rəng dəyməyib də avtomobil zavod rəngi öz üzərindədir, yəni B-kraska deyək. Avtomobilin mühərriki nədir, ili nədir, dedik ilini 2013-cü il. Mühərriki nədir? 2 turbo. 2 turbodur. Nə qədər gedib avtomobil? Avtomobil 140 min mil. 140 min mil gedib. Çox qeyri-adi bir rəngi var, dəlizləcək. Xamiliyona oxşar bir rəngi var. Günəşdə fərqli görsənir, kölgə hissəsində fərqli görsənir avtomobilin rəngi. Neçə verəcəksiniz? 22 min. Avtomobilin hazırda real qiyməti 22 min manatdır qardaşlar. Amerika bazarı üçün. Hətta Amerikanın özündə bir avtomobilin bir qəzası olmayıb. Qəzasız vəziyyətdə gəlib Amerikadan Azərbaycana 22 min. Qarşımızda 2000-ci ilin 2.4 mühərriklə təchiz olunan Mercedes E-Class, başqa sözlə 4 gözü var. Yəni hər kəsin 4 göz kimi tanıdığı avtomobildən danışıram. Avtomobil sonradan əməlli başlı xarici görünüşünə əl gəzdirilib. Farlar çox ideal vəziyyətdədir, səliqəli vəziyyətdədir. Ön bu barmaqlıqlar deyək də çox belə biraz fərqləndiriblər, avtomobildə biraz əl gəzdiriblər. Avtomobildə nələr eləmişsiniz qardaş? Soruşmaq istəyirəm detallı şəkildə sizdən. Buyurun. Maşın abuşokla yığılıb, disk təkər qoyulub, sonra memory paketli. Aha, sonralar nə eləmişsiniz? Danışın. Sonra monitor var. Bahalı monitor var. Avtomobilə yüngül, belə deyək də, yüngül xarici görünüş veriblər. İndi salonu göstərmək istəyirəm. Baxın, monitor qoyublar. Avtomobil memory paketdə oturacaqların idarə olunması. Knopkaların krom yığılıb. Göstərirəm. Çölündən də rəngi və vəziyyəti çox səliqəlidir deyərdim. Kosmetik xərcə ehtiyacı yoxdur. 2.4 dedin. 2.4 Viabrazını. 2.4 Viabrazını. Avtomobil sadə mühərrik deyil də 2.4 Viabrazını. Real qiyməti neçə olacaq? Real qiyməti 17 min. 17 min. Və avtomobil nə qədər gedib? Maraqlı sualdır. 327 min. 327 min. Orijinal yürüyüşdür. Çəkilmə falan yoxdur. Xeyr. Bəli. 17 min manata qardaş deyir ki, verərəm. Tam dolu maşındır. Mercedes E-Class, Mercedes 400 2000-ci il. 17 min. Mümkün qədər, çalışdığım qədər Hyundai Sonatalarla bağlı çox çəkməyimi istəyirdiniz və bu avtomobillərin həm servisini, həm Amerika və həm Koreya bazarı üçün nəzərdə tutulanlarını göstərməyə çalışıram. İndi isə qarşımızda servis Hyundai Sonata var. 2013-dür səhv eləmirəmsə. 2011-dir, hətta 2011-dir. Avtomobillə bağlı məlumatlara qardaş versin. Neçə motordur, nə qədər gedib və 2.4 motordur, sadə motor. 2.4 sadə mühərrikdir. 2011-ci ildir. 2011-ci ildir. Nə qədər gedibdir qardaş? 215 min. 215 min yürüyüşü var. Tam sadə Sonatadır, servis, tam sadə Sonatadır. Amma damdakı panoramik damdır da, bunlarda dam belə olur.
Dediniz, yürüşün dediniz də yəqin ki. Bəli, bəli. Neçə verəcəksiniz avtomobili? 215 mindir. 17.800-ə deyirəm. 17.800-ə deyir. Yəqin ki, bir 17.500 nəzərində tutub. Real alıcı ilə endirim olacaq. Dəyişən detalı, qəzası, vuruğu. Baxın, hansı avtomobil yanına gedirəmsə, maşallah olsun. Özümlə bir yerdə avtomobillərə müştəri aparıram. Yəni ki, müştərilər məni görən kimi bilməm. Yəni, hansı hikmət varsa yaxınlaşdır, avtomobillər bana başlayın, qardaşlar. Yəni, avtomobildə dəyişən detalı, qəza və s. olur yoxsa? Vuruğu bəri yoxdur, dəyişən detal yoxdur. Dəyişən detal yoxdur, vuruğu bəri yoxdur. Bunlar kosmetik ehtiyacları var. Alan da yəqin ki, onu nəzərə alacaq alanda. Belə. Deməli, dəyərli izləyicilər, qarşımızda 2020-ci ilin Kia Cerato'su var. Başqa sözlə Kia Forte'si var. 2000-ci il dediniz? 2020-ci ildir. Amerika bazarı üçündür. Avtomobil nə qədər gedib, qardaş? 100 min mil. 100 min mildir. Avtomobil səliqəli vəziyyətdədir, görüntüsü və s. kənardan baxanda da baxırsan ki, kosmetikə tamamilə ehtiyacı yoxdur avtomobilin. Amma maraqlı bir sual var ki, bu avtomobil Amerikadan bura gələndə başına nə işlər gəlib Amerikada? Bir detalında kraska var. Hansı detalda? Arxa bagajda. Arxa yük yerində, qardaşlar ki, detalda kraska var. Qalan yerlərinə daha doğrusu rəng dəyməyib. Bez kraskadır, digər detalları. Avtomobili neçə verəcəksiniz? 24 min. 24 min. Mühərrik nə idi dediniz? 2 Dodge. 2 Dodge-dur və yürüşü də 100 min mil. 100 min mil. Bəli, qiyməti də ki, ən son 24 mindəki yürüş qiyməti də 24 min manat. Avtomobil sadə komplektasiyadır deyirəm. Çünki oturacaqlar parçadır, monitor var. Amma sadə komplektasiyadır, açardır, start-stop yoxdur. Burada müəyyən funksiyalar biz görmürük. Amma full komplektasiyalarda fərqli olur. Yəni limited paket deyil də, limited deyil. İnteryerinə baxanda deyil, avtomobilin gövdəsinə baxanda deyil. Amma məndən soruşsanız deyərəm ki, avtomobil çox səliqəli avtomobildir. Qiymət 24 min deyir, qardaş, bilmirəm, neçə verəcək ən son fikri. Bəlkə də real olsa, orada 200-300 manat. Haradasa qiymətdə nəzərə alacaq, biraz qabağa durun. Belə. Qarşımızda bir ütü burun Mercedes var. Hamı bunu ütü burun tanıyır. Alıcılar var, baxanları var. Avtomobil səliqəlidir. Baxın, açarsız daxil olma, fikir versiniz. Avtomobilin salonu səliqəli vəziyyətdədir. Görürsünüz. Avtomobil çox səliqəlidir. Örtülməsi qapılarının dövrünün full paketi deyək də. 2004-cü ildir. Mercedes nə gedir bunlar? E-Class. E-Class 211. Avtomobilin ili nə idi dediniz? 2004. Nə qədər gedib avtomobil? 453 min. 453 min yürüşü var. Real qiyməti nədir? Real 16.8-ə deyilir də, yəni. 16.8-ə. Maşın da sıfırdan alınıb, Bakıdan alınıb. Sıfırdan alınıb. Maşının mühərriki nə idi? 2.4 benzin. Bəli, 2.4 benzin 2004-cü ildə avtomobil buradan alınıbdır, başdan alınıb, servisdən alınıb. Qardaşlar, sıfırdan da deyir ki, məndə olubdur. Avtomobil çox səliqəli vəziyyətdədir. 16.500 deyirəm, amma alan olsa, deyir, real müştəri olsa, qiymətində deyir, danışarıq. Avtomobil səliqəlidir. Bəli. Baxır, alıcılar var, baxın ətrafında baxanlar var bu maşına. Ki, sizə dəyərli izləyəcəksiniz, səliqəli maşınlara, baxırlar. Bax. İndi mühərrikxanasını açırlar. Baxaq görək mühərrikxanada nə var, nə yox. Səliqəli maşındır. İçəri salonunda oturacaqlarını salafanlayıb eləyib, qardaş biraz gözə gəlimli eləyib sıfır maşından. Yəni, belə də oxuşar bezini gətirməyə çalışıb. 38 min yürüş olduğuna görə servisli. 38 min orijinal yürüşü var. 2014-cü ildir. Qardaş deyir ki, avtomobili 17.500-ə satır. Qarşımızda 2016-cı ilin Toyota Corolla'sı var, servisli. Qardaş, avtomobil nə qədər gedib və qəzası olubmu? 219 min yol gedib, qəzası qəti olmayıb, 1.6 sadə motordur. Bunların
sürətlər qutusu, sürətlər pillələri belə deyək, qutusu o da sadədir. Robot və yaxud variator deyil. O da sadədir. Polnu full komplektasiyadır yoxsa sadədir? Necə? Polnu full yoxsa sadədir? İnteryerindən danışıram. Tam full deyil. Tam full deyil. Tam sadə deyil. O qızdırıcısı var. Sonra tam sadədir, nə də tam fulldur qardaş deyir. Oturacaqlar parçadır. Toyota Corolla. Qiyməti real vəziyyətdə neçəyə verirsiniz? 25 min. 25 minə. Heç bir qəzası olmayıb. Kənarda rəngləyən yer olmayıb. Rəngləyən yerləri olub. İç yerində qısa rəngləyən. Amma qəza olmayıb. O da cızığa və s. ona görə. 24 min neçə? 25 min 300-ə. 25 min 300. Qardaş deyir ki 25 min 300. Bəlkə də real alıcı olsa o 300 manatı oradan qardaş güzəşt eləyər. Toyota Corolla servis və xüsusiyyətlərini dedik sizə. Deməli, dəyərli izləyicilər, qarşımızda Hyundai Tucson var. 2011 2 sadə motordur. 174 min probekdir, 4 çəkəndir, açarın fulludur. Nə qədər gedib? 174 min. 174 min real yürüyüşü var. Avtomobilin indiki vəziyyətdə qəzası, dəyişən detallar. Konkret olaraq heç bir qəzası yoxdur. Yəni ki, kənardan rənglənməyib avtomobilə? Rənglənən hissələri var, ancaq udar olmayıb maşın. Aha. Avtomobil ən son fikriniz, ən son qiyməti nə olacaq? Ən son qiyməti 22.200. Baxın, dəyərli izləyicilər, daha bir iX35 görürsünüz, başqa sözlə Hyundai Tucson görürsünüz. Aşağı yuxarı bu avtomobillərin də qiymətləri eynidir. 22.500 qardaş deyir, ən son fikrimdir. Bəlkə də biraz aşağı yuxarı 200-300 manatda aşağı yuxarı eləyib almaq olar. Yəni bu bazarlarda, ya daha doğrusu bu bazarda bu gövdədə olan iX35, yəni Hyundai Tucsonlar aşağı yuxarı avtomobilin vəziyyətinə görə qiymət demək olar ki, eynidir. Bəlkə də 5 aşağı 5 yuxarı olur, amma belə 22 min, 23 min, 21 min bu avtomobilləri tapıb almaq olar. Dəyərli izləyicilər, qarşımızda Hyundai Sonata var, 2014-cü ildir, servisdir. Yaxşı vəziyyətdədir, açarsız daxil olma, avtomobil polnu full komplektasiyadır deyərdim. Avtomobildə hər şey var, dolu maşında, baxın, keyless go, açarsız daxil olma var. İnteryerinə keçəndə də görmək olur ki, avtomobil polnu full komplektasiyadır, fikir verirsiniz, böyük monitor, oturacaqların idarə olunması, panoramik dam, avtomobil yaxşı vəziyyətdədir. Mühərrik nə idi qardaş dediniz? 2 motordur. 2014-cü ildir. 2015. Nömrəsi düşmür qardaşım, narahat olma. İzləyicilər qiymət maraqlanır sadəcə olaraq canlıda. 2015. Ən son fikrinizi alacaq. Ən son nə qədər? Neçədir qardaş? 24 min? Yoxsa neçə min? 24 yarım. 24 yarıma. Avtomobilin ən son qiyməti 24.500. 24.500. Sonata 24.500. Deməli, qarşımızda bir dənə Ford Fusion var. 2017-ci il Amerikada təbii ki. Qiyməti neçədir? 18-ə deyirəm. 18-ə qardaş deyirəm. 1.5 mühərrikdir. Nə qədər gedib avtomobil? Avtomobil gedib 90 min mil. 90 min mil. Özəki polnu full komplektasiyadır. Baxıram ki. 5 ayda gəlib deyir Azərbaycana. Avtomobil hansı qəza ilə gəlib? Ümumiyyətlə qəzasız gəlib. Qabaq dəyişib yoxsa yox? Üstündə düzəlib. Hə, qabaq mühərrik örtüyü, kapot deyək də. O zədəsi ilə gəlib avtomobil və o da Azərbaycanda gətirib təmir ediblər. Avtomobil çox səliqəli vəziyyətdədir. Polnu full komplektasiyadır. Yəni ki, interyerinə indi nəzər yetirəcəm avtomobilin. İnteryerində də artıq görürsünüz ki, böyük monitordur, start-stopdur. Fikir versiniz, sürətlər qutusunun coşqu ilə idarə olunmasıdır. Avtomobildə lip-stoplar da var. Yəni ki, polnu fullda nə varsa bu avtomobildə də o var. Çünki avtomobil polnu full komplektasiyadır. Panoramik damdır, avtomobil səliqəli vəziyyətdədir. Digər detallarında hər hansı formada rəngləyən yeri olmayıbdır, qardaş deyir. Avtomobilin stoplarına nəzər yetirəndə də görmək olur ki, avtomobil polnu full komplektasiyadır. Bəli, aşağı yuxarı fikirləşirəm mən, ümumiyyətlə bazara baxanda da Ford Fusionların qiymətləri və avtomobilin vəziyyətinə görə demək olar ki, eynidir bazarda. Ən son fikrin neçə olacaq bu avtomobilə? 17 yarım. 17 yarım, bəli. 17 yarım, aşağı yuxarı 18, 19, 20 hibridlər bir balaca baxadır bu avtomobillərdə. Hibrid 2 motor hibridlərdə hardasa 24 mindən yuxarı olur bu avtomobillər, amma benzin 1.5-lərdə aşağı yuxarı ilinə görə qiymətlər demək olar ki, eynidir. 18, 19, 20 minə qədər gedib çatır. Belə, Ford Fusion Amerika bazarı üçün nəzərdə tutulan Ford Fusion. Bəli, dəyərli izləyicilər, avtomobil bazarındakı bugünkü çəkilişimiz beləliklə sona çatdı və mümkün qədər bazarda dediyiniz avtomobillərin qiymətləri ilə maraqlanmağa çalışdım
göstərməyə çalışdım. Bəlkə də hansılarsa yadımdan çıxıbsa üzrlü hesab edin, çünki avtomobil çoxdur. Yazdığım sizlərdən gələn o hansı avtomobillərin qiymətlərinə maraqlanmağınızı istəyirdirsə, onları yazmışdım bir kənara, onları maraqlandım və nəyilərsə yadımdan çıxıbsa üzrlü hesab edin. Yenə qeyd edirəm ki, ərazi böyükdür, avtomobil çoxdur, birini soruşanda o birisi yadımdan çıxır və bu da insanlıq haldır, məncə başa düşərsiniz məni. Bugünkü avtomobil bazarındakı vəziyyəti sizə təhlil etmək istəyirəm. Bu vəziyyətlə bağlı, yəni ki, vəziyyətə gəlincə, yəni alqı-satqı vəziyyətinə gəlincə, bugünkü bazar çox sönük bazar idi. Avtomobil bazarında alqı-satqı demək olar ki, sıfır idi. Yəni, mən artıq bir neçə saatdır bazardayam, saat 9-dan ondan bazara gəlmişəm. Bu müddətə qədər bazarın hər tərəfini qarış-qarış gəzdim, amma bir real satan mən görmədim. Düzdür, qiymət soruşanlar var idi, maraqlananlar var idi avtomobillərlə, baxanlar çox idi, amma alan görmədim. Bu da yəqin ki, qiymətlərlə əlaqəlidir. Yəqin ki, qiymətlər bir çoxlarına sərf eləmir. Ona görə də real alqı-satqının mən şahidi olmadım. Bəlkə də 1-2 dənə olardı, amma mən ümumiyyətlə 1-2 dənə də görə bilmədim. Avtomobillər artıq bazarı tərk edir. Sürücülər artıq avtomobillərini bazardan çıxarırlar. Baxırsınız, hazırda saat, indi baxaq görək, 2-yə işləyib 20 dəqiqə, gün ortanı keçir və baxın, elə mən çəkirim kənara izləyin. Görürsünüz, avtomobillər bazardan çıxır. Bu da bazarda bax belə bir boşluğun yaranmağına səbəb olur. Yuxarı tərəfdə isə, çıxış tərəfdə isə ciddi bir tıxac var. Yəni ki, artıq avtomobillər bazarı tərk elədiyinə görə. Belə alqı-satqı zəif idi, qiymətlər, yəni ki, 1-2 ay bundan qabaqla müqayisədə bahalaşıbdır, əməlli başlı. Amma ötən bazarlarla müqayisədə eyni formada qalıb. Yəni bir ciddi qiymət artımı, yəni ki, belə deyək də, lap süni şəkildə qiymət artımı görünmür. Bəlkə də görünür, bəlkə də görünmür. Mən bazarla müqayisədə deyirəm, yəni söhbət mənim müqayisəm bazarla müqayisədir. Yəni amma bir avtomobilin isə dəyəri bazarda 16 mindirsə, onu 20 minə deyirlərsə, o məsələdən danışmıram. Və təbii ki, belə vəziyyət var bazarda. Avtomobillərin köhnəliyinə doğru, yürüyüşünə və ümumi vəziyyətinə görə çox belə absurd qiymətlərdir bazarda. Bu da öz yerindədir. İndi bu nə qədər belə davam edəcək, onu da hələ ki bilmirik. Baxaq görək nə baş verir. İrəliyən günlərdə də, növbəti bazarlarda da sizə maraqlı görüntülər çəkib göstərməyə çalışacağam. Avtomobillərin real qiymətləri ilə sizləri tanış edəcəm və bir də bazarın real vəziyyəti ilə sizləri hər bazar tanış edəcəm. Belə yeri gəlmişkən, yeni bir proyektim var, yeni bir layihəm var. Mən bu bazar layihəsini genişləndirmək istəyirəm. Ustalarla bağlı videolar paylaşıram bəzi hallarda. Görürəm ki, siz izləyicilərə daha çox avtomobil bazarı maraqlı gəlir. Ona görə də mən sırf bu alqı-satqıya köklənmək istəyirəm. Bugün Bakı bazarındayamsa, sabah Sumqayıt bazarında ola bilərəm. Ondan sonraki bazarda Respublikanın digər bazarlarında, Gəncə bazarında ola bilərəm, Bərdə bazarında ola bilərəm, Hövsan bazarında ola bilərəm. Belə ölkə ərazisindəki bazarları, avtomobil bazarlarındakı vəziyyəti mən vaxtaşırı sizlərə nəzərə çatdırmaq istəyirəm ki, niyyətim budur, yeni layihəm budur. Bundan sonra ölkədən kənara çıxmaq istəyirəm. Gürcüstan avtomobil bazarı bilir ki, ən böyük avtomobil bazarı hesab olunur, ikinci el avtomobil bazarı hesab olunur. Daha sonra Dubaya mən getmək istəyirəm, ondan sonra Amerikada aksiyonlara qoşulmaq istəyirəm, oradakı vəziyyəti göstərmək istəyirəm, Koreya bazarına üst tutmaq istəyirəm, Çin bazarına üst tutmaq istəyirəm və beləliklə dünyada, təkcə Azərbaycanda yox, dünyanın bir çox avtomobil bazarındakı vəziyyətlərlə sizi tanış eləmək istəyirəm və bu istiqamətdə böyük bir layihə fikirləşmişəm və bu da təbii olaraq sizin mənə göstərdiyiniz dəstək qarşılığında olacaq. Dəstək də deyəndə, yəni kanalıma baxmalısınız, bəyənməlisiniz ki, kanalım inkişaf eləsin, qalxsın, baxış sayı, kontent yüksəlsin və belə olan halda təbii olaraq da mən dediyim bu layihəni reallaşdıra biləcəm. Və bu layihəni reallaşdırmaq üçün də tərəfdaşlar lazımdır mənə. Ümidvaram ki, tərəfdaşlar da bu videoya baxacaqlar və dəstək olmağa çalışacaqlar və təbii ki, dəstək olan yerdə mən dünyanın hansı nöqtəsinə istəsəz, o nöqtəsinə gedib oradakı vəziyyətlə sizi tanış edəcəm. Özünüzə yaxşı baxın, kanalımı izləyin, bildirimləri açıq qoyun. Abunə olmayanlar varsa da xahiş edirəm hər birindən Avtosaz 2 dənə Z ilə, sonu 2 dənə Z ilə yazın və kanalımı tapın, kanalıma abunə olun, dəstək olun. Şərh yazın, paylaşdığım videolarda sizdən gələn şərhlər mənim üçün çox önəmlidir, çox vacibdir və bizi izləmədə qalın. Hələlik.